Hər vaxtınız xeyir olsun. 27 may tarixidir və gündəm xəbərinin efirində bir mühüm xəbəri diqqətinizə çatdırmaq istəyirik. Belə ki, Şahbaz Şərif Pakistanın baş naziri Azərbaycana səfərə gəlib. Baş nazirin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş eləyib. Qeyd eləyək ki, Pakistanın baş naziri daha əvvəl Türkiyədə səfərdə idi və o, qardaş ölkənin prezidenti Recep Tayyip Erdoğanla görüşlər keçirmişdi. Qeyd eləyək ki, Laçın Beynəlxalq Hava Limanı yenicə status alıb və bu beynəlxalq status alan Laçın aeroportuna ilk beynəlxalq reys kimi tarixə düşüb. Məlumat üçün qeyd eləyək ki, ötən gün Laçın Hava Limanı beynəlxalq status aldı və Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalamışdı. Ümid eləyirik ki, ölkəmizə beynəlxalq əhəmiyyətli bu cür səfərlər yetərincə çox olacaq və bununla bağlı xoş xəbərləri biz də sizin diqqətinizə çatdırmış olacağıq.